Herkese salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. İmmuniteti gücləndirir, qanı artırır, şəkəri tənzimləyir, öskürəyə yaxşı təsir edir, yaddaşı gücləndirir. Mövsümü çatmışkən tutdan istifadə etməyi unutmayın. Hər dəfəsində qaynatan malların peynini təmizləyirdi. Bu gün evdə olmadığı üçün hər bir iş mənə qaldı. Biçilən otlara yağış dəydiyi üçün yaş oldular. Onlar qurusun deyə çeviririk. Əgər çevirməsək çürüyərlər. Malların otunu, yemini, suyunu verib peyinlərini təmizləyirik. Əslində gündə 3 dəfə mallara baxılır. Səhər otu suyu verilir, sağlası inəklər də sağılır. Günorta saat 1-də mallara bir daha baxılır, onda da otlarını, sularını veririk. Axşam da sularını, yemlərini, otlarını veririk, sağlası inəklər sağılır. Gündə 2 dəfə inəklər sağılır. Peyinləri də bu üsulla hər gün yığırıq. Quruduqdan sonra məhsullarda istifadə edirik. Çox faydalıdır. Oğlumun ən sevdiyi yumurtalı çörəyini bişirirəm. Özüm üçün isə ən sevdiyim sütlü kofe. İşlərimi tez-tez yekunlaşdırıb günorta yeməyini bişirirəm. Dişimi bulomlamaq üçün doktorumun yanına gedirəm. Gözəl mənzərəni də sizinlə bölüşmək istədim. Nəhayət ki, doktorumun yanına gəldim. Prosesə başlamamışdan öncə hazırlaşırlar. Təmizliyinə heç şübhə etmədiyim könül rahatlığı ilə doktorumun yanına hər dəfəsində gələ bilirəm. Prosesi tamamlayıb yekunlaşırıq. Evə gəldikdən sonra gözəl desert hazırlamaq istədim. 1 stəkan un, 1 stəkan pesoq, yarım stəkan kakao. Bişdikdən sonra isə 50 qram yağ əlavə edirəm. Öncədən qava kokos əlavə edirəm. Daha sonra isə hazırladığım kütləni üzərinə isti-isti tökürəm. Sonra soyuducuya qoyuram, keçirəm kremini hazırlanmağa. Kremini də hazırladıkdan sonra üzərinə əlavə edirəm. Bu formada bükürəm. Görünüşü də dadı kimi çox gözəl oldu. Məsləhət görürəm ki, hazırlayasınız. Artıq pomidor toxasının da vaxtı çatmışdı. Toxaya başladıq. Bu cür hər bir cızı toxayla toxalayırıq. Yorğunluğumuz çıxsın deyə çay içib işimizə davam edirik. Burada gördüyünüz hər bir ştilləri vaxtı çatdıqda toxalayırıq. Bəlkə də düşünə bilərsiniz ki, bunların hamısını mən edirəm. Əlbəttə ki, yox. Bunların hamısını etməyə mənim vaxtım çatmaz. Hər birini köməkli şəkildə edirik. Burada gördükləriniz isə lobliyadır. Bunların da toxasını etdikdən sonra şaxları vurulacaq. Lomla deşiklər açılır, sonra ağaclar yanına bastırılır. Lobliya da o həmin ağaclara sarışır. Pomidorların hər bir cızının əvvəlinə və sonuna şaxlar vurulur. Ortasından məftil çəkilir. Sonra isə pomidorları hər birini tək-tək bağlayırıq məftillərə. Çox zəhmətli, vaxt aparan və əziyyətli işdir. Rəbbim heç kimin əziyyətini yerdə qoymasın. Bunlar isə qarğıdalılardır. Biraz göylərdən yığıb gedirəm axşam üçün türk börəyi hazırlamağa. Mən qarışıq göylər yığdım, siz istədiyiniz göylərdən istifadə edə bilərsiniz. Mənim üçün mətbəxdə ən faydalı aparatlardan biri də elektriklə işləyən doğrayıcıdır. İşimi çox yüngülləşdirir. Hamısını bu üsulla doğrayıb keçirəm xəmiri yoğurmağa. Un, duz, su ilə yoğurduğum xəmiri kiçik ölçüdə kündələrə bölürəm.
Mən subay olan vaxtlar heç vaxt yuxa yaymamışam. Onun üçün də bilmirdim. Ailə qurduqda qaynana hər həftə məndən xəncəl bişirməyimi istəyirdi. Mənsə bişirə bilmədiyim üçün çox çətinlik çəkirdim. Hər dəfə düşünürdüm, görəsən niyə hər həftə xəncəl istəyir? Mənsə çətinliklə yaymağa başlayırdım. Bəzən xəmirim o qədər bərk olurdu ki, yayılmırdı. Sadəcə bir xəmiri yaymaq üçün nə qədər vaxt sərf edirdim. Pis yaxşı edə-edə axırda öyrəndim. Bir müddət sonra başa düşdüm ki, qaynanamın hər həftə məndən xəncəl istəməsi mənim yuxanı yaymağı öyrənməyim üçün idi. Hələ bir dəfə də olsa mənə deməyib ki, bunu niyə bilmirsən, bunu tez öyrən. Bu formada tez-tez istəyərək mənə yuxa yaymağı da öyrətdi. Bu üsulla hər həftə bişirməklə yuxanı yaymağı da öyrənmiş oldum. Əgər bir şeyi bilmirsinizsə, bunu öyrənməkdən heç vaxt utanmayın. Mən kənarda soğanı qovurum, üzərinə göyləri əlavə etdim. Göylərin suyu çəkildikdən sonra pendiri əlavə edib yuxamızın üzərinə bu formada yayırıq. Kənarda bir stəkan südün üzərinə yarım stəkan yağ, bir yumurta əlavə edib qarışdırıram. Bu qarışımı hər tərəfinə olacaq şəkildə tökürük. Üzərinə çörək otu da əlavə edib sobaya göndəririk. Budur, artıq hazırdır. Üzəri xırçıltılı, içi pambıq kimi yumuşaq. Edən hər kəsə nuş olsun. Oğlumla biraz oynayıb yatızdırdıqdan sonra axşam yeməyinə keçirəm. Havalar yağışlı keçdiyi üçün bu günlərimi axşam yeməyində xırda sülfülü hazırlayıram. Un, duz, suyla yoğurduğumuz xəmiri bu qalınlığa gələnə kimi yayırıq. Bu formada uzunsov şəkildə doğrayırıq. Bu cür kiçik ölçüdə doğrayırıq. Kiçik ölçüdə doğradıqlarımızı barmağımızla çəkirik. Videosunu çəkməyi unutmuşam. Kənarda lobliyaları qaynadırıq. Qaynayan lobliyaların üzərinə çəkdiyimiz xırda sülfüləri də tökürük. Budur, artıq axşam yeməyimiz hazırdır. Edən hər kəsə nuş olsun. Kanalımı analiz edəndə görürəm ki, çox insan videolarıma baxır, sadəcə abunə olmurlar. Mən də ən çox mənə abunəçi gətirən izləyicimin birini seçib ona hədiyyələr göndərəcəm. Sadəcə olaraq videonu paylaş, dostlarını kanalıma dəvət et. Abunə olanlar sizin yorumunuzun altında yazsınlar ki, abunə olduq. Siz də hesablayıb, misal üçün 50 nəfər abunəçi gətirmisinizsə, 50 nəfər gətirdim deyib yazmalısınız. Videonu izləməyə çatdıqdan sonra kim mənə ən çox abunəliyi gətirdisə, onu seçib hədiyyələri göndərəcəm. Bu da sizə göndərmək istədiyim hədiyyələr. Yarışmamız çox asandır. Əgər iştirak etmək istəyirsinizsə, yazıb qeyd edə bilərsiniz. Heç bir oyun, yalan bir şey yoxdur. Sadəcə olaraq kanalım böyüsün deyə bu üsulla istifadə edirəm. Dəstək olmaq üçün abunə olmağı, bəyənməyi, fikrinizi mənimlə bölüşməyi unutmayın.